Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 10-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 20-22, gündüz 27-32 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütun olacaq. Naxçıvanda gün ərzində və axşama doğru bəzi yerlərdə yağış yağacaq. Temperatur 21-29 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı gözlənilmir, lakin Dağətəyi və Dağlıq rayonlarda gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olacaq, dolu düşəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif tuman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.